çiynimdə yazan mələklərin deyir, qələm kağızının xışıltısını dil eşidirəm. Ola bilər 15 nəfərə sənin sözün xoş gəlir, ola bilər maşallah yaxşı üstələdi, amma sən vicdanınla başa düşürsən ki, yalan danışırsan. Hər nə eşidirsənsə, onu gəlib danışırsansa, bir müddət sonra yalancı insan kimi tarixə düşəcəksən. Hər kəsin mat qoymağı xoşlayan insanlar var da, maraq cəlb eləsin. Milyon nəfər deyib, bəlkə milyon birinci nəfər əksin deyir. O işıqdan, nurdan payımız yoxdur. Özü zülmətin içindəsiz. Allaha xatir gərək sözü elə deyəsən ki, bugün də qiymətində olsun, sabah da qiymətində. Sən nə danışacaqsan da, canlı yayıma çıxırsa, nə danışacaqsan? Nəyin var? Alıcılar, bu cəmaat səndən nə xeyir görəcəklər, nə verə biləcəksən onlara? O dəhşəti ki, mən gördüm orada. Mən yaşaya bilmərəm belə. Mən gedib onunla ailə quracam, tək ki, onu bağışlasın. İndi mod deyəsən, mən şok. Ya da bu təəccübləndi də bir şey, mən şok. Amma o yanında ola bilər sənin bir vüqarın var, amma cəmiyyət içərisində o əzəməti itirərsən. Müsəlman deyil, ateistdir. Amma insafı var, məntiqi var. Tanımırsan onu, sonra onu görəndə istərsiniz o adamdan bir eymənirsən ki, Elə bir ictimai nüfuzunun qatili olursan da, o cürünü öldürdün, o bir hörməti ki var idi cəmiyyəti, onu qətl elədin. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Doğru Yanaşmanın daimi izləyiciləri və bizə yeni qoşulanlar. Hər vaxtınız xeyirli, bərəkətli olsun. Yenə də ustadlar bugün sizinlədir, evlərinizdə qonaqdılar. Gözəl bir mövzu ətrafında sözlərini eşidəcəksiniz. Ötən həftədə qeyd etmişdik, söz barədə ustadların sözü var. Bu dəfə sözün ziyanlarına toxunacaqlar. Dəyərli ustadlar Hacı Ramil Bədəlov, Seyyid Mircəfər Əyyubov və Axund Azər Sani. Hər üç alimi, ilahiyyatçı alimi, ustadı salamlayıram. Xoş gördük bir daha. Bugün sözün zərərlərindən, ziyanlarından eşidəcəyik də, doğru mu? Hacı, başlayaq sizinlə, buyurun. Başlayaq, mən də salamlayıram dəyərli ustadları. Allah qorusun, salamlayıram izləyicilərimizi. Keçən dəfələ mövzumuz sözün ziyanları, ümumiyyətlə, söz necə ifadə olunmalıdır, bu mövzulara toxunduq. Mən də bir neçə dənə hədis qeyd eləmişəm. İstəyirəm ola bölüşüm, hamımız eşidək, elə bilən faydalı olar. Hədislərdə belə bir mövzu keçib, çalış elm səni məst eləməsin. Belə bir kəlmə, sukrul elm, belə bir elmin məsliyi ki, qüdrətin özünün bir məsliyi var, nə bilim, şöhrətin məsliyi var, elmin də məsliyi. Orada buyurur ki, bəzi vaxtlar elmin məstliyi budur ki, görsən adam bilir, bilməyəni əzir. Bilməyəni, belə deyək də, sözü elə deyir ki, əzir də hiss edirsən, onu gözdən salmaq istəyir, hörmətdən salmaq istəyir. Bu şəkildə deyiblər, danışmıyor biri digərimizlə, ünsiyyət tərəfimizlə. Nə olacaq? Deyir, təslubul əql. Maraqlıdır, deyir, sən əqlin bir xüsusiyyəti var, qəşəng nəticələr çıxarda bilir, düşünür. Onu get-gedə itirərsən. O sən Allahın lütfüdür. Sən buradan bunu edirsən, oradan qapıların bağlanır. Belə deyil ki, yəni, burada belə elədim, belə də olmalıdır. Yox. Davamında buyurur ki, təstəxiful vəqar, vüqarun gedər, əzəmətin itər. Cəmaatın içində ola bilər, adamın yanında, el adamların yanında 2-3 nəfər olur, axı, maşallah nə düdün. Amma o yanında ola bilər sənin bir vüqarın var, amma cəmiyyət içərisində o əzəməti itirərsən, hörməti itirərsən, o heysiyyət gedər, get-gedə. Bu bir məsələ. Adamı gələk o danışdığın məlumatlar, sözlərlə insanı əzmə. Qarşı tərəfi, bu ziyanlı tərəfi ataq. İkinci məsələn, buyururlar ki, yalan danışmağa yetər ki, hər nə eşitdiyini danışasan. Hər nə eşidirsənsə, onu gəlib danışırsansa, bir müddət sonra yalancı insan kimi tarixə düşəcəksən. Cəmiyyətə çox yalancı insan kimi tanınacaqsan. Qarşı, hansı zamanda yaşırsan, görürsən axı, o qədər eşidirik, o görür ki, düzü deyil. Mən belə bilirdim, mən belə deyirdim, getdi söhbət. Həm də bu onu göstərir ki, bu adam tədqiqatçı deyil.
Buna maraqlı deyil bu söz həqiqət, həqiqət deyil. Eşidən kimi elə hamını məsum hesab edir. Sensasiya olsun da. Əsas odur. Sensasiya olsun. Ha. Hər kəsin mat qoymağı xoşlayan insanlar var da, maraq cəlb eləsin. Təzə xəbər Bu var. xəbəri bunda. məndən birinci eşitsinlər falan. Fikir versiniz, çox yaxşı nöqtədir. Mövzumu deyildi. Bəzi vaxtlar bir görsən, bir yazıların elə başlığı qoyulur ki, məqsəd budur ki, tək ki bu yazı oxunsun da fikirləşmirlər ki, o yazılan o başlıqla, məsələn, onun ailəsi baxır ona, nə bilim, onun yaxınları, sən bu sözlə, bu kəlamla, bəzi vaxtlar onu evində, eşiyində belə bir vəziyyət Tək yarada mənim bilərsən. işim yetsin də, bunun başına o sözə görə nə gələcək, bunun haqqında nə düşüncəklər, bunlar hamısı bir qırağa qalsın. Əsas mənim reytingim qalxsın. Mənfəət söhbətidir. Mənfəətə görə hər şey mübahdır. Bu təfəkkürdür də. Belə məsələlərlə üzr istəyirəm, gözə girmək olur, amma qəlbə girmək olmur. Göz belədir ki, gözə girən tez çıxır. Gözün yaddaşı müvəkkil. Çünki gözün özündə də bir xüsusiyyət var ki, nə girsə yad cisimdirsə, o saat gözün suyu onu çıxartacaq bayra. Gözün bu xüsusiyyəti var. Düzdür. Amma daha nurlu şeyləri görmək üçün göz sulanır ki, o suyun vasitəsilə nurlu şeyi daha rahat görəsən. Əla kulli hal gözə girən tez çıxır. Amma qəlbə girən, artıq qəlblər Allahın əlindədir. İnsan doğrudan da məqsədini ali qoysa, Allaha yaxınlaşmaq məqsədi ilə eləsə, o sizin sözünüzün qüvvəti deyirəm ki, publikaya işləməsin, ətrafdakılar mənə əhsən desin, mən çox tanınım, filan olum. Bunun üçün eləsin, xalqın gözü tərəzitdə bir gün gələcəksən, bir gün gedəcəksən. O gələcək, bu gələcək. Amma qəlb Allahın əlindədir. Qəlbə girən heç vaxt çıxmır ki, Həzrəti Peyğəmbər İmam Hüseyin əleyhissalam üçün deyir ki, Hüseynin sevgisi möminlərin qəlbindir. Möminlərin qəlbində nədir? Qiyamətə qədər. Bir atəşdir ki, qiyamətə qədər əbədi olaraq sönməz, əbədi olaraq sönməz. Qul ləhum fi ənfusihim qovlən bəliğə. Elədir ki, canlarına yetişsin söz. Qulaqlarına yox. Özdə ki, bu qovlu sözü var, mən demişəm bunu. Bu mənim qovlumdur. Allahın əmri Peyğəmbərin qavli ilə. Qovl, bu mənim dediyimdir. Bu şərt deyə, sabah sürüşkən söz olanda, bu daha qovl nə yerdə qaldı? Bizdə də var da, bir şey yazırsan, altıda nə inirsən? Qol çəkirsən, qol ondan da qol, yəni mənim dediyimdir. Sonra o qovluq sözü də ondandır ya. Ki o mənə dediklərim zadım yığılır o papqanın içərisinə də. Ona görə gərək insanın sözü möhkəm olsun ki, cəmaat arasında da yəni etibarlı sayılasan. Cəmaatı görə eləmirsən, ha, təbii ki. İstənilən halda. Amma istənilən halda bu, nəticədə bu olur. Allaha xatir gərək sözü elə deyəsən ki, bugün də qiymətində olsun, sabah da qiymətində. Acaba başlayır. Yox, xoşdur. Əsla müdaxilə də elə bil müzakirədir, qəşəngdir, belə olsa daha yaxşı. Baxın, hədis deyildi ki, hər eşitdiyi danışmada bir dönəmin sonra yalançı kimi düşürsən tarixə. Hətta bir dənə hədis çıxmışdı qarşıma, deyir, hər adam bilmədiyini danışır, hələ eşitdi danışır da. Bilmədiyini danışsa bir müddətdən sonra nə yaranacaq? Bildiyində danışsa insana şək-şübhə ilə yanaşacaq. Özü xərcliysən də, qardaş. Başa düşdün nə demək istəyirsən? Yalansın evi yanında heç kəsin inanmadın misalı kimi. Bax, o yerə gəlib çatacaq bir dönəmdən sonra. Bu da ürək açan hal deyil. Yəni, buna görə deyirlər, müğayət olun. Bu bir məsələnin bir tərəfi. Hətta bu bir tərəfin ziyan tərəflərindən danışıram da. Və ona görə hədislərdə var, deyir ki, bir dənə bu hədisdə deyim sizə, qəddir summa iqtə. Birinci ölç, sonra kəs. Deyirə, kəsdim, attım. Qardaş, kəsdim, attım, yox, ölç, biç. Düz ölç, bir biç bizdə də var da. Adam ölçər, məsələ. Loğman əleyhissalamın o sözün izahında sözü var, deyir ki, aqil müdrik insan əvvəl fikirləşər ki, nə danışım, sonra danışar. Axmaq insan əvvəl danışar, sonra fikirləşər ki, mən nə danışdım? Həmin sözdür. Ölç, biç, sonra... Hədisin davamını deyim. Fəkkir sümməntiq. Düşün, sonra danış.
Seyidin sözü düşün, sonra danış və sonra deyir ki, anla, sonra əməl elə. Anla. Yəni belə deyə də bir bil də, yəni mövzu nədir? Yəni adam gələk belə bir mövzu açmışdı əxlaq ustadlarından biri. Deyir insan ki o ilahi yola çıxır. Yəni onu arxadan itəliyə, nə bilim belə Allah sonra bir əməl elə. Əvvəl iyyəkə, sonra nəbudu. Əvvəl iyyəkə, sonra nəstəin. Əhsən. Yəni birinci anlamalısan, həqiqətləri dərk eləməlisən. Bəli, bəzi mövzular da olacaq. Biz onları eləyəcəyik, başa düşməyəcəyik. Amma kökünü anlamışıq. Misal deyirəm, məsələn, niyə sübh 2 rükətdir, 3 deyil, misal. Çünki bu məsələni də deyirəm tez mötərizə içindəki ziyan da birdən o ziyanlı tərəf. Keçən Seyid Ağa yaxşı sözdür ki, adam gələ elə danışsın ki, o sözdən istifadə də olunmasın da, ziyanlı tərəfə də çəkib aparmasınlar. Bəzi mövzular var, biz zaten kökündə əqlaniyyətdir yəni bu mövzuların. Ona görə bizim... Yəni biz bilirik ki, bunun hikmətini biz bilə bilmərik. Hikmət sahibinə deyir eləməliyik. Hikmət sahibi nə deyib eləyirik. Amma elə bir ki, yenə də orada növ ağılsız addım deyir də. O əqli xəlq eləyənin sözünə qulaq asırıq. Ağla əsaslanan təqliddir. Bəli, əqli əsaslanan təqlid. Bu da məsələnin bir tərəfi və hər eşitdiyi danışma. Hər eşitdiyi danışma, yalancı kimi tanınarsan, maraqlı davamı. Hər eşitdiyi də inkar eləmə. Cahil insan kimi tanınarsan. Bəzi adamların xüsusiyyəti budur. Əşi boş şey. İnkar. Əşi boş şey. Əşi boş şey. Bilsən, elə bir ki, belə bir zehni var da, nəsə qoydular bunun qabağına, o gözlə baxır ki, səhv tutun. Hətta eşitmir. Eşitmir. Nə dedi, eşitmir heç. Bu da pisdir, yəni bu da qınanıb. Mən bəzən görmüşəm bəzi insanda, heç kimi inanmaq lazımdır. Qardaş, bu nə zehniyyətdir, buna ölərsən, necə yaşayacaqsın sən? Evində necə yaşayacaqsan, çöldə necə yaşayacaqsan, karyerada qurduğun iş. Bu məsələdə İmam Həsən Əskəri əleyhissalamın İshaq ikindi ilə məsələsi var. Mən həqiqətən İshaq ikindinin o yəni elastik ruhuna qibtə eləyirəm. İmam ona xəbər göndərir ki, sən bir kitab yazırsan, Quranda ziddiyyətli ayələr, bir-birindən toqquşan ayələr. Bu da uzun müddət yazırdı, xeyli də yazmışdı. İmam ona bir dənə xəbər göndərir. Ola bilərmi Allahın demək istədiyi sənin başa düşdüyün deyil? Bəli, bəli. 1% ehtimal var ya yox. Onu fikirləşir. Onu gətirən adama deyir ki, o sözü gətirən tələbəsinə, sən bunu hardan fikirləşmirsən? Deyir ki, fikirləşmişəm, deyir, yalan danışma. Sən tutumun deyil. Tutumun deyil. Sən tutumun deyil. Deyir, imam dedi. Gedir bütün kitabı yandırır. Bilirsən, bu nə boyda əzəmətli bir əxlaqdır. Yəni, müsəlman deyil, ateistdir. Amma insafı var, məntiqi var. Sözün gücünü bildi də. Bu gün götürür bir dənə ayənin Quranda olub olmadığını bilmədən 40 dəqiqə debata çıxır ki, Quranda bu ayə var. Rəhmətliyin nəvəsi bir harda bişib, sonra denən bir çömçə tökdü. Yəni ki, götürür, deyir ki, məsələn, Quranda filan ayə ilə filan ayə toqquşur. Nə mənasını bilir, nə ərəb dilini bilir. Ümumiyyətlə, bu aləmdə hər nə varsa, əgər məsələn, bu qələmlə, bu stəkanın uzlaşması heç bir sahədə mümkün deyilsə, mən deyəcəm uzlaşmır. Kiçicik bir sahə varsa, ağlıma batdı, batmadı, ağlıma yaxın gəlir, uzaq görüş gəlir, fərqi yoxdur, mən deyə bilmərəm uzlaşmır. Çıxış yolu varsa, çıxış yolu var deməkdir. İynə ucu qədər. Möhkəm söz odur ki, elə bir söz deyirsən ki, qarşı tərəf deyir ki, qəbul etmədən başqa çarə yoxdur. Çarə varsa ehtimal səviyyəsində, bu güclü argument deyil. Bu o qədər böyük bir problemdir bugün danışıqlarda, debatlarda, yazılarda, moizələrdə, təbliğatlarda, hətta elmi məsələlərdə mənim dərdim açılır. Məsələn, dünya imtahan praktikasına baxırsan, uşağa imtahan sual verir, sualı uşaq başa düşmür. Axı, bütün suallar məntiq sualları olmaq məcburiyyətində deyil. Hə, məntiq sualları var, başa düşməyin özü bir hünərdir orada. Bir də var ki, sən ədəbiyyatdan bir sual verirsən, qılınc kimi kəsir şaxta bülbül oxuyur budaqda, gəl bunu izah elə. Yəni, dəxli yoxdur, axı bu elə olmalıdır ki, uşaq sualı başa düşsün. Sonra başa düşdüyünün problemini həll etsin. Bu çox vacib məsələdir məncə. Bir deyim var ərəb dilində, ərəblərdə, çox bilmirəm, hədisdir ya sadəcə müdrik sözdür. Deyir ki, söz
Qalilul cirmidir, kəthirul cürmidir. Cirm cisim deməkdir, cürüm günah deməkdir. Cismi balacadır dilin. Bax balaca boyu var, Hə. dan doğrusu boyu var. Amma günahı nə boydadır. Yəni dünyada siz baxın, bütün mübarizələrə baxın. Firon, Musa əleyhissalam, Nəmrud, İbrahim əleyhissalam, nə bilim Qarun, Musa əleyhissalam, nə bilim Qabil, Habil əleyhissalam. Hamısında söz nədir? Söhbət nədir? Sözləşirlər. O deyir, bu deyir, onun məntiqi gücü gəlir, bu vurur, onu öldürür. Yəni bütün tarix, mübarizələr tarixi ya sözlərdən, ya məktublaşmalardan sonraki dönəmə təsadüf edir. Yenə qayıdır algıya, yenə qayıdır sözə, yenə qayıdır ifadə tərzinə. Ki, kimsə qəbul edir, kimsə qəbul eləmir. Bu saat, məsələn, hədis var, o gün Axund dedi ki, bəzi misallar var o dövrdə qalıb, bəzi misallar var bu günə də gəlib çıxır. Məsələn, qısaca deyim bu hədisi, əhvalatı. Bir nəfər gəlir, hansısa Peyğəmbərə sual verir ki, mənə böhtan deməyin zərərini başa sal ki, adama nə qədər zərərdir. Deyir, gəl gedək qəbristanlığa. 2 rükət namaz qılır, dua eləyir, qəbirlərdən biri açılır. Oğlana deyir, gir qəbrə, qorxma. Girir, gör ki, çox gözəl bir bağdır. Təcəssümdür, indi o mükaşifədir, bərzəx aləminin təcəssümü, misal aləminin təcəssümüdür. Çox gözəl bir cənnətdir. Bir dənə yaraşıqlı, cavan oğlan bu cənnətdə keyfdədir. Keyfinin kulminasiya nöqtəsində bir dənə ilan gəlir, dolanır oğlanın bədəninə, yapışır onun dilindən. O qədər zəhər buraxır onun dilinə, oğlanın rəngi qaralır, göyərir, saralır, ağzı köpüklənir, yıxılır yerə, əsir, titriyir, çabalayır saatlarla. Mənzərə o qədər dəhşətlidir ki, bu gizlənir ağacların birinin arxasında. Handan hana ilan durur gedir, oğlan handan hana özünə gəlir. Bu da qorxa-qorxa yaxınlaşır oğlana, deyir ki, qardaş, sən kimsən, bura haradır, bu ilan nədir, nə məsələdir? Deyir, qardaş, mən çox əməli salih bir insan idim. Həyatımda zərrə qədər günah yox idi. Bizim bir qonşumuzda xanım var idi. O qədər oradan-buradan demişdilər bu xanım haqqında. Mən də bir nəfər sual verdi ki, bu xanım var qonşumuzda. Necə qızdır? Mən də elə yadımda qalandan dedim ki, yaxşı demirlər onu. Fatihə. Qızı heç kəs almadı. Qız da mən hala eləməyib. Mənzərə o qədər dəhşətlidir ki, bu oğlan çıxır, deyir, ya Rasulallah, mən istəyirəm bu məsələni həll eləyim. Deyir, necə? Deyir, mən gedib o qızla evlənmək istəyirəm. Deyir, o qızın indi 70-80 yaşı var. Deyir, olsun. O dəhşəti ki, mən gördüm orada. Mən yaşaya bilmərəm belə. Mən gedib o ilə ailə quracam, tək ki, onu bağışlasın. Gəlirlər xanımın yanına. Deyir, mənə ailə lazımdır. Deyirlər, bəs sən necə eləmək olar ki, sən halal eləyəsən də, bu yazıq zülüm çəkir, deyir, çəksin. O mənə zülm eləyib. Evdə qalmışam. Bilmədən mənə böhtan deyib, rüsvay olmuşam. Bəli. Peyğəmbər deyir ki, səni mən cavanlaşdırsam, Allaha dua eləsəm, cavanlaşsan, ərə getsən, razılaşarsan, razılaş. Yəni, bir dənə sözdür də, bir kəlmə söz. Bütün əməllər yaxşıdır, ha. Bir kəlmə söz dedi ki, bu yaxşı adam deyil. Bilmədən. Biri var, bilir, o başqa. Bilmədən, eşidib, milyon nəfər deyib, bəlkə milyon birinci nəfər əksin deyir. Bircə sözlə insan özünü də bədbəxt eləyə bilir, başqasını da bədbəxt eləyə bilir. Sözümüz yoxdursa mən davam eləmək istəyirəm. Var sözümüz. Nə o da istəyirsən? Söz bizdə. Buyur. Sizdə də istəyir. Yox, yəni belə mən sizin dediklərinizdən o ilhamlanaraq, sözün də dediklərinizdən ilhamlanaraq. Ümumiyyətlə, pis sözləri zaten qadağan olunmuş sözlərdir də. İstər yalan, bütün günahların açarıdır. Yəni, yalan belə bir şeydir ki, əvvəlin başladığın, onun binasını özün qurursan, özün düzəltirsən.
Amma fəsadı belə olur ki, indi Bezdun da istəyirsən ki, gəl bunu düzəldim. Əvvəldən əyri qoymusan, o qədər işlər qarışıb bir-birinə ki, hə, istəyirsən bu yalanı düzəldirsən, məcbursan, o biri yalanı danışasan ki, bunu ört bastır eləyəsən. Hələ gedir, əyri düzəlmək də çətinləşir. Yaxşı, qeybət. Quran-ı Kərim təşbih verir də, ölən qardaşın ətin yemək. Ölən nədir? Qeybətdədir, qeybdir, yoxdur. Burada yoxdur. Haqqını müdafiə edə bilmir. Qardaş həm Adəm övladıdır və ələl-xüsus əqidə qardaşındır, müsəlmandır, mömindir. Onu nə edirsən? Demək, iki dənəsi məlum oldu da, ölən ki, burada deyil. Burada olmayanın haqqında danışırsan ki, müdafiə edə bilmir özünü. İkinci, Adəm övladıdır, insandır bu da, əqidə qardaşındır. Bu iki. Üçüncüsü deyir, ətini yemək. Bir şeyin ətini yeyəndə onu viddən, fasondan, filandan salırsan. Yəni, onun haqqında görürsən, yaxşı danışsam olar, olar. Pis danışmağın olmaz. Çünki ətin yeyirsən. Bir şey ətini tökəndə qiymətdən də düşür, izzətdən də, bəli. İnsanların o zehniyyətində, fikrində, təhtəl şuurunda bir adamı tanımadığım adamdır. O qədər sən onun haqqında biri danışır. Sonra heç sən tanımırsan onu. Sonra onu görəndə istərsəməz o adamdan bir eymənirsən ki, elə bir ictimai nüfuzunun qatili olursan da, o cürünü öldürdün, o bir hörməti ki var idi, cəmiyyəti, onu qətl elədin. İnsanların beynində də o hələ o cür adam kimi mümkündür ki, qalsın bunun fəsadı, o söz demişkənə getsin qiyamətə qədər, bunun fəsadı getsin. Bu o cümlədən də böhtan. Böht şok deyil, şok. Məbhut olmaq. Məbhut oldum. Buhitəl-ləzi kəfər. Bir mat məbhut oldum. Mat ölümdür. O şahmat var, ondan da şah öldü. Şah, mat, şahın ölməyi. Heyrət Eybüt surətini görüşdə mal. Yəni, maraqlıdır ki, o diri də qalsa, o cürün əsarətdə öldü də. Bəli, o diriliyi ölümünə bərabərdir. Mat məbhut da odur ki, şokdayam da. Şimdi sən böhtana bax, böhtan hələ o böht sözündəndir ki, insan şoka salır. O ki, bu məhləbəmişəm o, özünüzə seçərsən ki, mənlə heç bir əlaqəsi yoxdur. Amma bir xahişə çıxım icazənlə, bugün ki, Allahın adından nə istəyirlər, deyirlər. Quran-ı Kərim deyir ki, bunlar Allaha iftiradır. Mənim demədiyim sözləri mənim adıma yazanlara qiyamət günü özüm... O söz deyir, mən filan şeyə böht apardım. Böht məni apardı. Yəni şok oldum. İndi mod deyəsin, mən şok. Ya da təəccübləndi də bir şey. Mən şok. O böht onu deyir ki, sınıq səbuda su qalmaz, mey qərar tutmaz. Sınıq səbuda, kuzə dərsən, su qalmaz, mey qərar tutmaz. Şikəstə qəlbimə böhdəm ki, şokdayam, şikəstə yansınmış qəlbimə, şikəstə qəlbimə böhtəm ki, qan ilə doludur. Ürəyim sınıb, amma qanla doludur. Dağdan gelmir. Mən də fikrimdir. Çox qəşəng. Qovsi Təbrizi. Qovsi Təbrizi. Sınıq səbuda su qalmaz, mey qərar tutmaz. Şikəstə qəlbimə böhtəm ki, qan ilə doludur. Yəni, o böhtan ondandır ki, insana söz deyirsən. İnsan düşür şoka ki, mən bunu eləməmişəm, mən hara, proletar hara, yəni gör, belə şey var. Bunların hər birinin özünün məxsusi fəsadları var. Əvvəl insanın özünə, sonra da daha ağır odur ki, ictimai fəsadlar var. Və ələl-xüsus da ictimai fəsadı olan məsələlər ki var. Hər bir şəxsin bir həqiqi şəxsiyyəti var, bir hüquqi şəxsiyyəti var. Və ələl-xüsus da hərdən hüquqi bir şəxs üçün elə bir söz deyirsən ki,
Məsəl üçün Adamın qələm düşür əlindən. Bəli, doğrudan da adam qələm düşür adamın əlindən ki, buna böht aparmaq budur da elə də. Bir nəfər deyir ki, alimlərdən biri, hansı bir ayətullahın haqqında, bir müştəhidin haqqında. Mən yanlış bir söhbət demişdim, gəldim ondan halallıq almağa. Dedim, mən öz halallığımı sənə verirəm. Amma mən ayətullaham. Görürsən, deyir, haqq da gəldi, deyir, mən ayətullaham, deyir. Mən sənə halallığımı versəm, bəs onun bunun hüquqi tərəfi harada qaldı? Qalanını get, İslam əhlindən al yenəm bunun halallığını. Hansısa bir Allah adamını, hansısa bir ruhanini, abrını aparmaq, Kimsə bundan cəmiyyət arasından, faydalanacaqdı, ləkə saldın qəlbinə. Nə qədər adam hidayət olacaqdı bunun sözü ilə. Sən bunu adi bir dənə, o söz deyən hədisi mən bir başqa formada, həmən hədisdir ya, sadəcə olaraq cəmaat pis deyirdi, yox bu adam o qızı istəyirdi. Ona verməmişdilər. Sonra başqa adam gəlir onu istəməyə. Bundan soruşurlar ki, sən mömin adamsan, filansan. Qadının haqqında pis heç nə demir, sadəcə olaraq baxışları ilə, filanı ilə, qısqanclığından. Elə deyir ki, bunlar çıxsınlar, yesinlər. Heç belədəni demir, bilmirəm. Bilmirəmi deyir, o bağışdan bir dəyər deyirsən. O cür nə deyir və onun nəticədə onu alan, bir dənə o kəlmə ilə onlar da almır, nəticədə bunu alan olmur. Axırda belənçiyinə bir vəziyyət getirir. Tək alan olmur, yox, rüsvayçılıq, o İctimai, insanın şəxsiyyəti cəmaatın içindədir əsas. Yoxsa cəmaatın içində olmasa, insanın cismi ilə başqa canlıların cisminin fərqi nədir ki? Əsas cəmaatın içindəki nüfuzdur, hörmətdir, bunlar vacib şəkillər. Xüsus insanlar bu alimlərin haqqında gərək biraz diqqətli olsunlar. O alimlər ki, onlar insanlara əxlaqi mövzudan söhbət edirlər, Allah yolunu onlara öyrədirlər. Çox rahatçılıqla belə insanların haqqında bəzən elə sözlər danışılır ki, yəni bu çox böyük bir fəsadla nəticələnir. Mən bir dənə çox üzrən qoy tamamlayım bir dənə. Bu əsas məsələ budur. Bir yerə getdin, bir qəryəyə getdin, bir mahala getdin, bir şəhərə getdin, bir məhəlləyə getdin. Sən bilirsən ki, bu adam yaxşı adamdır. O cəmaatdan, orada yaşayan adamdır və yaxşı adamdır. O cəmaata girdin, məscidə girsən, görsən, hamısı namaz qılır, da əli təsbehliyib, alnı möhürlü, yox. Bir dənə o yaxşı adamın birinin adını çək. Gör ona qarşı münasibətləri necədir. Əgər doğrudan da yaxşını yaxşı bilib, yaxşının qədrini bilirlərsə, o cəmiyyət hələ doğrudan da canlara dəyən cəmiyyətdir. Yox, yaxşını dışlayırlarsa, boykot eləyirlərsə, heç nə. Yəni, o cəmiyyət hələ imam öldürən cəmiyyətdir. Bəzən də, belə deyək, bu cürünə üslub, yoxsa bilməyərəkdən eləyirlər. Elə danışır ki, o danışığın sonluğu, niyyəti də olmasa, yekunda böyük bir dənə zərbədir. Ona hədisdə var ki, buyurur ki, İyyəkə vəl kəlam, çalış, deyir, o kəlmələrdən çəkin ki, deyir, nə, la tərif təriqətəhu və ləm tə'ləm həqiqətəhu. Deyir, bəzi vaxtlar elə söhbət edirsən, nə o söhbətin özün məlumatlısan, nə də ki, yolun yöndəmin bilmirsən, təriqətəhu. Elə kəlmə danışsan, olub düz bir mövzudur ya, amma ona elə deyərsən ki, yolu ilə, yöndəmi ilə, üslubu ilə demərsən, sənin bu sözündən o qədər istifadə etmək istəyən insanlar var ki, götürərlər kimisə neyər, əleyhinə o sözü istifadə edər və lazım olmayan kəlmələr və kəlamlar deyər. Ona görə insan gələk bu mənada da təkcə məsələdə mənim niyyətim kifayət eləmir də, niyyətim vallahi yaxşı olub. Adama deyirlər ki, niyyəti saxla da, yəni sənin niyyətinlə də yanaşı o kəlmən, o kəlamı necə danışacaqsan, necə deyəcəksən, harada deyəcəksən, hansı şəkildə ifadə edəcəksən, bu çox Əslində çox vaxt bunlar yalandır, bəhanədir. Mən o niyyətlə deməmişəm. Yer qoyulacağı üçün qaçmağa, nə niyyətlə deməmişəm. Bəli, bəzən də həqiqətən elə
Bu doğrudan elədir ki, niyyət odur. Yəni məsələn deyir, niyyət, o niyyətlə deməmişəm. Bir də çox mühüm bir dənə də maraqlı bir hədis yazmışdım. Məsumlardandır. Buyurur ki, yənbəğə ən yekuna ilmur rəcul zaidən əla nitqihi. Gələk insanın elmi nitqindən çox olsun. Bu da maraqlı ifadədir. Bəzi vaxtlar insan görsən nəyi bilir, 2 günə xərcləyir, danışır, sonra qutardı. 2 günə partladı, 2 günə də bitdi. Üzr istəyirəm, çox üzr istəyirəm. Biz bunu TikTokda, sosial platformalarda görürük, şəbəkələrdə görürük. Məsələn, bir insan da çıxır orada canlı yayıma, 1 dəfə, 5 dəfə, 10 dəfə və salam. Biraz danışır, eləyir, sonra da söz tapamır, baxır orada elə ancaq elə ara sözlər danışırlar. Mən məsələn bir neçəsinə demişəm, bax sən nə danışacaqsan da, canlı yayıma çıxırsan, nə danışacaqsan, nəyin var? Alıcılar, bu cəmaat səndən nə xeyir görəcəklər, nə verə biləcəksən onlara. Deyir, özü də düşünüb, özü də fikirləşir ki, həqiqətən mən nə verəcəm cəmaat. Amma dolu insanlar var, həqiqətən də doludular da bu insanlar. Bəli, onların yeri də orada ki, çıxsınlar danışsın. Ab-ı qəlili, ab-ı kürrə mülhəq eləməlisən. Çox gözəl. Ötən verişdə bəli, az suyu, Allah qəbul eləsin. kürrə suyu. Bəli. Yəqin namazın sual verərəm deyir. Hədisin davamını da deyim də, deyir ki, və əqluhu qalibən əla lisanihi. Deyir, əqli də dilindən qabaqda olmalıdır, qalib olmalıdır. Yəni, elmim, nitqimi qabağında olmalıdır, yəni, çox olmalıdır. Əqlim də danışığımdan da, yəni, düşüncələrim və fikirlərim. Necə ki, Allah deyir, mən rəhmətim bütün sifətlərimin önündədir. Qəzəbimdən. Bu çox mühümdür. Yəni, danışıqda biz bu metoddan istifadə eləməyimiz. Yəni, bunu onu göstərir ki, yəni, çalış ki, təkcə danışmağa meyilli olmadı, öyrən də, bil, oxu, dol, mütaliə, çalış. O Mövləvinin Məsnəvidə belə bir sözü vardı, insan qulağı ilə kökəlir. Yəni, istəyirsənsə ruhun istəyirsənsə kökəlsin, belə deyir, dinləməli, dinləməyi də bacarmalısan. Bu belə el arasında qadınsın deyirlərdi o şeydə, hə? Qadın, hə? Bilmirdim mən, sizdən işitdim. Qadın qulağı ilə. Eldən uzaq düşmüsün. Məlumatlanmaq da lazımdır, oxumaq da lazımdır, bilgilənmək də lazımdır və onunla yanaşda insan danışması, söhbət eləməsi və bu da onun yanında olmalı. Yoxsa məsələn adam elə bir 5 dənə kəlməni eşidir, məsələn böyük bir dənə mövzu haqqında bir fikir bildirmək istəyir, bir dəfə Seyid deyirsən, dedi, mən bu verilişdə deyəcəm, dedi ki, görsən adam heç bilmir, ayə var, yoxdur söhbəti. İmkan verdi adama deyərlər. Hacı, biri hacıdan gəlib təzəlikcə, bir neçə ilin söhbətidir, bir məclisdəyik. Gördü ki, həmin şəxs gəldi, girdi məclisə, belə qəşəng o quzu dərsindən papağı, filan saqqallar belə gəldi, bunu çəkdilər yuxarı başa. Bu mollalar əyləşən yerə də, alimlər əyləşən yerə, podiuma. Çəkdilər bunu, indi buna söylədilər ki, danışmalısan sən. Bu da hacıdan gəlib də, indi yəni dini camiyə təzə gələn adamlardandır, amma qəşəng də elə bir 30 ilin din alimidir. Bu da başladı danışmağa Allah tərəfi. Mən gözləmirdim, tanıdığım adam gözləmirdim. Nə danışacaq axı? Qabında bir şey yox, təhsili yox, səmədiyyə, əvamil bilmir, camiyə müqəddimat bilmir, heç nə keçməyib bu adam. Bir dənə hacca gedib gəlməklə buna söz verirlər. Bu da başladı danışmağa. Bir dənə də hədis də gətirdi, amma da indi onu axıra çatdıran da oradan, buradan. Yəni biabırçılıq da, yəni biabır şəhətdə. Elə insanları siz də görmürsünüz də, belə yəni danışmaq xatirinə. Yəni indi bu görür ki, mənə qarşı hacı, mənə hörmət edirlər. Nəsə danışmalıyam. Belə insanlar cəmiyyətdə var, təəssüf. Qulaq asanlar da var ki, sonra qulaq asırlar ona, onun sözünə istinad edərək başlayır ki, dinimizdə belə şey var. O, harada var dinimizdə də, filan kəs deyirdi. Hacıdan eşitdim. Məsəl üçün, filan. Deyirsən ki, məsələn, bu hacıdır, o demək deyil ki, bunun elə dediyi vəhi münzəldir. Deyir ki, onda niyə qoymursun, çıxıb podiumda oturur? Mən jüriyəm, mən neyəm, münsifəm, mən orada neynəməliyəm ki, taxtdan aşırmalıyam.
Bu formada deyir aləm Axım, siz də bir-birinə. şahid idiniz, bir məclisdə bir yerdə idi. Bir nəfər gəldi, Quran oxumaq vaxtında başladı Quran oxumağa. İnanın Allaha, o Quranı nə hala saldı. Baxıram, axında başını salıb aşağı, biz qalmışıq çarəsiz də. Hörmətli də adamdır ya, amma Quran oxuya bilmirsən də sən də. Ya bu da var. Nə vacibdir də? Yəni Nə bu bildiyin vacibdir şeylə də. Cavan uşaqlar Nəsə var idi deyirəm, Quran ya. oxuyanlar. Deyərəm də Hacı desin. Yox, siz buyurun. Yox, mən çox olacaq o sözüm. Danış ortada Mən bizim... 7 dənə sözüm var. Buyurun. Yaxşı. Bir. Hər şeydən əvvəl bunu sistematik şəkildə geçsək, hamı qəbul eləməlidir ki, sözün təsiri, əsəri danılmazdır. Zəif söz olsun, güclü söz olsun, təsiri var. Mütləq. Və mən bu sözü dedim, qaldı, mən getdim deyil. Mən bu sözü dedim, göndərdim, orada saf sürü eləyirlər. Evirəmə. Və gedəcəm ora. Orada məndən soruşacaqlar bunu niyə dedin? Bu qəbul olunmalıdır. Bu söz, danışıq, yazı, dillə əlaqədar olan bu ifadələr filan o qədər əhəmiyyətlidir ki, hədisdə var, sən kimi dinləyirsən, sonra qulluq edirsən. Bəli. Söhbət ondan getmir, həmin sözə qulluq edirsən. Ona, yəni danışana yox, o sözə qulluq edirsən. Söz hardan gəlir? Sözün mənbəyi harada, ora qulluq edirsən. Şeytandan gəlsə şeytana qulluq edirsən, Allahdan gəlsə Allahdan qulluq edirsən və bir çoxlarında da bu biraz da genişlənir, danışana da qulluğa çevrilir. Başlayır danışana pərəstiş eləməyə, bəli. Söz o qədər əhəmiyyətlidir ki, hədisdə var ki, Əl-muslimu mən səlliməl-muslimunə min yədihi və lisanih. Əsl müsəlman odur ki, müsəlmanlar onun əlindən və dilindən amanda olsunlar. Sancmasın, tənə vurmasın, rişxənd eləməsin, qeybət eləməsin, böhtan danışmasın, söyməsin, yalan danışmasın, ara qatmasın, yaltaqlanmasın, söz gəzdirməsin və s. Ələ salmasın. Ələ salmasın, məsxər eləməsin. Bu nöqtə nəzərdən söz sahibləri, istənilən sahədə olur olsun. Ruhani olsun, təbliğatçı olsun, şair olsun, ədib olsun, diktor olsun, jurnalist olsun, fərqi yoxdur. Söz sahibləri çox ehtiyatlı olmalıdırlar. Adam sözlə Allah yolunda cihad eləyə bilər. Elə bir söz deyə bilər ki, şeytanın atası yanar. Ki bu sözü dedi, bir aləm insan haqqa doğru yönəldi. Adam da var söz deyə bilər, insanlığı məhv eləyə bilər. Bir sözlə. Məsələn, bugün bütün dünyada məşhur olan bir fəlsəfə var. Səhv eləməsəm, əgər düzgün ifadə edə bilsəm adını, Machiavelli fəlsəfəsidir. Məqsəd, elə bil ki, vasitəni mübah eləyir. Mənfəətin var, və s. Haqqı da güclünün tərəfində bilir. Faydan var sənin, xeyrin var, maddi xeyrin var. Nə istəyirsən elə? Karyera qulacaqsan, nə istəyirsən elə? Ustad o deyir də, kimin gücü varsa onun haqqı odur. fəlsəfəsidir. Hətta deyirlər ki, məsələn, bugün dünyanı idarə etmə kitablar yazılır, deyir ki, istəyirsən əgər cəmaat sənin yalanına inansın, çox ağla sığmaz yalan danış. Elə böyük yalan danış ki, desinlər də bu boyda yalan olmaz. Bu boyda yalan olmaz, bu düz olar. Dəlidir bu boyda yalan danışsın. Bugün sözlə insanlara belə sözlər öyrədən məktəblər var, ideologiyalar var. Bu bir məsələ. Digər məsələ bundan ibarətdir. Mən ki söz danışıram, çox gözəl söz danışıram, elə düşünməməliyəm ki, yəqin Allah Taala məndə nəsə qoyub, məndə nəsə xüsusi bir fəzilət var. Fəzilət var. Ona görə mən belə hikmətli sözlər danışa bilirəm. O bizim İlqar Fəhminlə bir söhbət oldu. Mən dedim ki, filan şair bunu, bu irfanı mənanı hardan çıxardı filan. O dedi ki, çox şey eləmə, belə, bəlkə də sərxoş olub, belə, ona dəxli yoxdur. Və hədisdə bunun mən əksini tapdım ki, Əleyhisselam buyurur, hikmət münafiqin boğazındadır. Aşağı getmir. Qaynayır orada. Münasib qəlb axtarır, ötürsün onu. Ola bilər, mən bugün bir çox gözəl, hikmətli, müdrik söz deyim. Amma o söz mənim imanımdan doğmasın. Sadəcə gəlib bura qədər istəyib girsin qəlbimə, görüb yeri yoxdur, qəlbim şeytanın yuvasıdır.
münasib qəlbə. Yəni o demək deyil ki, bu sözü dedi, bu şair bu şeiri yazdı, bu ədib bu nəsri yazdı, bu ruhani bu söz dedi. Hə, deməli vəssalam, bu dayı Vəhyim hə, bu peyğəmbərdir filandır. Muaviyə nə qəşəng söhbət edirdi. Yezid də orator idi, natiq olublar bunlar. Məmun üçün də deyirlər də, ağa siz də dediniz də, Məmunun savadı, ədibli, şeiri. Bəli. Bir məsələndə bir dənə hədis var, deyir ki, cənnət əhli cəhənnəm əhlindən danışır. Deyir ki, biz buradayıq, hədisdir. Deyir ki, biz cəhənnəm əhli necə getdiniz ora? Deyir, sizə qulaq astıq, kəlamlarımıza gəldik burada. Siz ora neyinirsiniz? Deyir, bizə dediklərimizi əməl eləmədik də. Ona görə biz buradayıq, siz oradasınız da. Yəni, təkcə kifayət eləmir danışmaq. Bəli. Söz danışanın gərək qırmızı xətti olsun. Bilsin ki, mən hər şeyi danışa bilmərəm. Xüsusən bu sosial şəbəkələrdə çox mühümdür, qırmızı xətt. Yəni, heç kəs yoxdur burada, heç kəs mənə nəzarət eləmir, heç kəs cəza vermir. O demək deyil ki, heç vaxt heç kəs cəza verməyəcək. Birisi yazır. Birisi kənardan yazır, haqq hesab edir, özü hakim olacaq o. O hakim özü şahid olacaq, o şahid özü hakim olacaq qiyamət günündə. Və onda da mən söz danışan olacam, başqa mən olmayacaq. Biz elə bilirik ki, biz qocalandan sonra bizə dair cəza çox çətin olmayacaq, başqa adam olacaq. Xeyr, elə bizik. Elə onda da biz olacaq. Elə bu ağrılar, bu əsəblər, bu emosiyalar, bu sinirlər hamısı orada olacaq. Bu maraqlar, bu tamahlar, elə bilməyək ki, orada başqa adam olacaq. Hələlik günah eləyəm, orada haqq hesab başqa cür olur. Yox, elə bizik. Orada da biz olacaq. Hətta, məsələn, bugün psixoloji testlərdə, diagnostik testlərdə uşaqlara nə öyrədirlər? İnkar öyrədirlər. Bugün cəmiyyətin əksəriyyətinin inkarı yoxdur, bayaq o böhtan yalan qeybət söhbətində. Filan kəs filan şey eləyib, sən Allah, görürsən. Denən yox, denən onu elə tanımıram. Uşağı gətirirlər psixoloqun yanına, uşaq psixoloqun yanına. Deyir ki, məsələn, bu nədir? Uşaq deyir ki, qələm. Psixoloq deyir ki, xeyr, qələm deyil. Uşaq deyir, qələm deyil. Psixoloq deyir ki, bunun valideyninə bu uşaqda problem var. Bu uşaq həqiqəti müdafiə eləyə bilmir. Bunun inkarı yoxdur. Bu, həqiqəti inkar edəni inkar edə bilmir. İnsanda bir inkar ruhu olmalıdır. Yox deyə bilməlidir. Qayıdıb deməlidir ki, sən nə bilirsən o elə adamdır, bəlkə elə deyil. Şahidin, subutun var. Bəziləri var, deyirsən ki, deyir filan kəs belədir. Deyirsən, subutun var, deyir, bəli. Qardaş, nədir subutun? Mən bilirəm ki, belədir, onun subutudur. Sən kimsən? Allah göndərib səni. Qardaşın deyir də. Mən nəhayət sonuncu sözümü, bunu niyə görə deyirəm? Mən qorxuram açığı, bizim bu verilişlərimizdən sonra siz də bizi alim deyə təqdim edirsiniz. Azərbaycanda çox böyük alimlər var, ruhanilər var, savadlı insanlar var. Yəni, elə təsəvvür yaranmasın ki, elə hər şeyin yaxşısını biz bilirik, yaxşısını biz deyirik, ən yaxşı söz sahibiz. Xeyr, yəni fürsət düşüb, Allah nəsib eləyib, Allah razı olsun təşkilatlardan. Bizim yəni, xidmət vaxtımız olub. Biz bütün alimlərə böyük hörmətimiz var, ehtiramımız var. Əlbəttə ki, bu barədə nəsə problem var. Yox, Nə ola da nəzərdə. Mən sonuncu da deyim, sonra sizə verim də estafeti. Bu da çox mühüm məsələdir. Quran-ı Kərimdə Allah Teala bilməyən insanlara təpinir. Buyurur ki, la təqif ma leysə ləkə bihi ilm. La təqif ala ma leysə ləkə bihi ilm. Təxminən belədir. Bilmədiyin şeyin üzərində dayanma. Hökmən belədir. Eşitməklə bir şeyin üzərində dayanma. Araşdır, dəqiqləşdir sonra. Cəhalətivi cəmaatın gözünə soxma. Öz imicivi cahil imic kimi göstərmə. Ola bilər 15 nəfərə sənin sözün xoş gəlir, ola bilər maşallah yaxşı üstələdi, amma sən vicdanınla başa düşürsən ki, yalan danışırsan. Bilmirsən danışırsan. Və danışıqda da ən mühüm mövzulardan da biri insanın, belə deyək də, həqiqətən o niyyəti də çox mühümdür. Bir dənə bu kəlmələri deyək. Çünki yekunlaşacaq da bu mövzu gələn dəfədən, yəni ki, başqa mövzular olacaq. Nitq nə üçün danışır, niyə danışır, o da çox mühümdür. Məsələn, hədisdə qeyd olunur ki, deyir, elə bir xətib yoxdur ki, qiyamət günü ona bu sual veriləcək ki, ma əradə biha.
bu xutbədən məqsədin nə idi? Nə istəyirdin danışasan? Nəyi çatdırmaq istəyirdin? Yəni, fikrin nə idi sənin ümumiyyətlə? Bu da çox mühümdür. İnsan ümumiyyətlə gərək özünə sual versin həmişə ki, bunu niyə etdim, bunu niyə danışdım, nə üçün danışdım? Danışmaq xatirinə danışmamalıdır. Çox mühümdür. Və ona görə o insan ki, yalnız elə danışır, işi, peşəsi danışmaqdır, amma həyat praktikasında özü o dediklərinin həyatında görünmür, hədisdə qeyd olunur, mislus sirac, sanki bir o şama bənzəyir, yanır, cəmaat faydalanır, amma özü yanır elə. Yəni, ortada bir şey qalmadı da, onun bir fədakarlıq kimi də simvolizə olunur o mövzu, amma bir hədislərimizdə belə də keçib ki, şam olmuyor ki, yanasız, elə işıq saçasız, amma o işıqdan, nurdan payınız yoxdur. Özünüz zülmətin içindəsiz, qaranlığın içindəsiz. Bu da çox mühümdür ki, biz belə deyək də özümüz, məsumların belə bir söz var, nəyi dediksə ilk öncə özümüz əməl elədik, nəyi çəkindirdiksə ilk öncə özümüz çəkindik. Bunlar çox mühümdür. Və hər eşitdiyi danışma, hədisdə belə oldu da, hər eşitdiyi, bilmədiyi də danışma. Sonra deyir ki, hər bildiyi də danışma. Hədisin davamında belə bir söz də var idi. Nə qədər söz deməmsənsə, sən sözün ağaçsan. Bu da keçib hədislərdə. Elə ki, dedin, Quldun qulu. söz sən idarə edir. Əsirsən. Sən yox, onun girovundasan artıq, dediyin sözlərin girovundasan artıq. Mənlik deyil deyə bilməzsən də demirsən. Səttarlığı da bacarmaq lazımdır bəzi vaxtlarda. Ona görə hər bildiyi demə. O gün bir dostlardan, bir ruhani dostlardan biri dedi bunu. Yaxşı hədisdir, qoy elə burada da deyim. Dedi ki, İsa Peyğəmbər sual verir öz yanında olanlarından. Deyir ki, məsələn, dostlarımızdan bir yerdə yatanda axşam tutaq ki, bir üstü açıldı da, yine bir belə deyək, ədyal tutaq ki, qollu göründü. Misal, neyniyərsiniz? Dedi, heç də onu örtərik də. Dedi, bəs sonra neyniyərsiniz? Dedi, yenə də örtərik də. Dedi, yox, mən başqa şey istəyirdim sizdən eşitdim. Dedi, nə eşitmək istəyirdin? Digələ deyirdiniz ki, örtərik, başqa yerə danışmarıq. Bəzi vaxtlar adam neysə ört bastır edir, sonra da orada burada nə deyir? Qardaşın o ört bastır elədi ya bu. Mən qoymadım bilinsin. Yox, mən olmasaydım bu başladı olar başlayır danışmağa da. Qardaş çox şey bilə bilərsən. Əgər qardaşsansa ört də əsl qardaşlıq burada imtahan olunacaq. O imtahandan çıxmısan görə elə bu imtahandan çıxa bilirsən yoxsa yox. İmtahan qurtarmır da. Söz imtihanı şeyi heç qurtarmır. Həyat sözün poz, yerində öz imtihan. Təpədən dırnağa. Bəli. Amma nə imtihan? İmtihan var ki, biz imtihan eləyirik başqasının istedadını öyrənmək üçün. Allah isə imtihan eləyir ki, o istedadı üzə çıxartsın səndə olan istedadı. Allah özün də görəsən sən qabında nə var. istedadlısan, bəli. O imtihanların hamısı sən dilüvə yiyəli ilə hikmət əhli olacaqsan, məsələn. Gözvə yiyəli ilə başqasının görmədiyini göstərəcəklər sənə. Qulağva yiyəli ilə başqalarının eşidə bilməyəcəyini, həqiqəti eşidəcəksən. Necə ki, Əli əleyhissalam dedi ki, mən bir dənə fəryad eşitdim. Şeytan fəryadı. Beysət günündə. Dedi ki, bəli, o şeytanın fəryadı dedi. Sonra dedi ki, nəyi ki, mən görürəm, sən görürsən, nəyi mən eşidirəm, sən eşidirsən. Yəni, biz gözümüzə, qulağımıza yiyəli-yiyəliyən adamlarıq demək istəyir. Yəni, sən də yiyəli-yələ, sən də bəzilərini, necə Allah rəhmət etsin, Əllamə deyirdi ki, çeynimdə yazan deyir, mələklərin deyir, qələm kağızının xışıltısını dil eşidirəm. Nə məcazi mənadır. Yəni, insan necə göz açılmalıdır, necə qulağı açılmalıdır ki, bu incəlikləri bilsin və insan nə qədər özünü kontrolda saxlamalıdır ki, gəlsin bir dənə sözün o hikmətinə gəlsin, çıxsın ki, elə bir söz desin ki, hey,
o vaxtı 15-ci əsrdə Füzulini alardılar da, satardılar da. O da pullu, varlı, karlı kişilər var idi ki, hani onlardan heç birindən əsər qalmadı. O deməkdir, indi Füzuli məsəl üçün hansısa başqa pis adam da var da, bugünə qədər adı qalır. Amma Füzulinin burada adı yaxşılıqda çəkilir və onun sözündən bilinir ki, bunun yaşayışı necə olur. Yaşayışının necə olmağı ya. Şairi təhlil eləyəndə sözü ilə təhlil eləyirlər. Ümumiyyətlə şair yox, hər bir əsəri yazanı. Bir adamı sevmək üçün həyatını öyrənməlisən, tanımaq üçün, əsərini oxumalısan, tanımaq üçün. Adamın həyatı yoxdur, tarixi şəxsiyyətdir, həyatı, əsəri var. Əsərindən tanıyırsan ki, bu insan necə yaşayıb, bu insan necə insandır. Dəhşətli bir şey deyib bunlar. Söz eşidəndə də bir məsələ var ha. Yəni baxasan ki, nə demək istəyir? Əleyhisselamın bir sözü var. Buyurur: "Kəlimətü haqqin yuradu bihəl batil." Təkfirçilər, xəvaric deyirlər ki, hökm Allahındır. Əleyhisselam buyurdu, sözdür. Amma bunlar ondan başqa məqsəd güdülür. Batil axtarırlar. Düzdür, hökm Allahındır. Amma o demək deyil ki, məsələn, bir komandanın komandiri olmamalıdır. Özünüzdə komandir seçmişsiniz, ay xəvaric. Bəs necəsə hökm Allahındır. Mənim xilafətimi deyirsən, sən xəlifə olma, hökm Allahındır. Özünüz komandir seçirsiniz. Haqq sözdür, amma su istifadə olunur və belə sözlər həddən artıq çox daha bugün. Çox dəhşətli bazarı qaynayır bu sözlərin. Deyir, Allahın mərhəmətindən uzaqdır qurban kəsəsən. Sən Allahın mərhəmətini nə fikirləşirsən, nə başa düşürsən? Allahın mərhəməti deyəndə, bu yaxşı Allahın mərhəmətindən uzaqdır kartof yeyəsən. Niyə kəsirsən kartofu? O da canlıdır da. Heç dəxli var. Yəni, bəzən elə dayaz sözlər danışırlar. Haqq söz deyir. Allahın mərhəmətindən danışır. Amma Allahın mərhəməti, rəhməti o deyil. Allahın mərhəməti, rəhməti insanın kamilliyi üçün lazım olan bütün şəraiti qurmaqdır. İnsanın kamilliyi mərhəmətdir. Bu mənada yox ki, elə hər şey yazığım gəlsin, bir nəfər 10 nəfəri öldürüb ona da yazığım gəlsin. Bu mərhəmət deyil. Düzgün başa düşməmsən Allahın rəhmətini, mərhəmətini. Haqq söz deyirsən, amma batil məqsəd güdürsən. Bu da çox təhlükəli tendensiyadır. Bəli. Ustadlar, sizin sözünüz bitən deyil, amma bizim verilişimizin vaxtı bitdi. Söz bitən dövrü. Söz bitən deyil, amma sizə də Allah can sağlığı versin. Sinəniz doludur. Var olasınız. Allah elminizə bərəkət versin. Hörmətli izləyicilər, proqramımız bitdi. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olun.